Herkesin sabahı xeyir olsun dostlar. Mən Şahin. Kəlli Məzaralarım YouTube kanalımıza xoş gəlmisiniz. Və nəhayət ki, söz verdiyim kimi o çaya gəldik. Sizlər üçün çayı qeydə almağa gəlmişəm dostlar. Dostlar, eyni zamanda burada bir göyərçin var. Səhv etmirəmsə xəstələnib. Çayın o tərəfindədir. Yəni istəyirəm çayı keçəm, ona kömək edim, amma ne edeceğimi bilmirəm. Neyse. Biz hal-hazırda çaya gəlmişik dostlar. Və bu çayın gözəl səsini eşidirsiniz, değil mi? Və mən sizlər üçün buranı video halına... Göyərçin uçdu getdi dostlar. Deməli o qədər də xəstə değilmiş. Mən onu xəstə bilirdim. Neyse, gördüğünüz kimi çıxdı getdi. Neyse dostlar, biz videomuza devam edelim onda. Göyərçin əslində kömək etməyi düşünürdüm, təəssüf ki uçdu getdi. Yəni təəssüf ki deməyim, çünki sağlam imiş və buna çox sevindim. Biz videomuza keçək. Bəli dostlar, çay budur. Görürsünüz nə gözəldir dostlar. Burada da bir dənə tısbağa var dostlar. Baxaq. Necəsə? Onu gerek elə bırakmaydım dostlar. Dayandı. Dinc dayanmıram. Bu çayın gözəl mənzərəsini sizlər üçün çəkməyə gəlmişəm. Görürsünüz də 2 dəqiqə o qədər şey baş verdi ki burada. Təsəvvür edə bilməzsiniz artıq. Yəni tısbağa qarşıma çıxdı, göyərçin qarşıma çıxdı. Normalda belə şeylər olmaz. Sanki videonu gözləyirlər. Mən güvən bura mənzərəni çəkməyə gəlmişəm, amma başqa cür şeylərlə qarşılaşdım. Mən sizə bu gözəlliyi göstərməyə gəlmişəm. Düzdür, hal-hazırda çayda su azdır. Daha çox olurdu, daha doğrusu. Yəni siz bilirsiniz, axar çayda su daha çox olur. Amma çay quruyub və əsl yay havasında bu suda duş qəbul etmək çox gözəl olar. Yəni çimmək, lori dildə desək. Biraz da aşağı tərəfləri çəkək. Dostlar, Kəlli Məzaralarım kanalı həqiqətən də mənim üçün çox maraqlı gəldi. Çünki mən burada o qədər qəribə yerlərə gedirəm, videolar çəkirəm. Çox gözəl hiss etdirir. Bu qayanın altını görürsünüz dostlar. Burada mənim uşaqlıqda xatirələrim var. Yəni bu çay mənim yaşadığım kəndin qırağında 1-2 kilometr uzaqlığında yerləşir. Və mən də bu gözəlliyi sizə göstərmək üçün gəldim bura. Çayın səsini, havanın sakitliyini görürsünüz. Yəni hər şey üst-üstə düşdü və bütün gözəlliklər bu anı tapdı. Həm göyərçini gördük, həm tısbağanı gördük, həm də bu gözəlliyi hal-hazırda izləyirsiniz. Bu çox maraqlı oldu. Biraz əyləşək, aşağı hissədən götürək buraları. Qayanın altında gözəl şəkildə axar su gedir. Və sizlər onu gözəl şəkildə görürsünüz. Bir an əvvəl qabaq hissələrə də getmək istəyirəm, çünki oraları biraz dərindir. Bəli dostlar, bu hissələr biraz dərindir, çünki bu hissələr qıraqda toplanmış sudur deyənə dərindir. Amma biz karşı tərəfə çəksək daha gözəl olacaq. Çünki oradakı gözəllik daha fərqlidir.
gəldiyimiz həmin bölgəyə doğru irəliləyək. Bu videomuz həqiqətən mənə çox maraqlı gəldi. Bilmirəm dostlar, bu videoda qəşəng mənzərələr yaşadıq sanki. Göyərçin qarşımıza çıxdı və tısbağa. Hətta daha əvvəl gələndə tülkü də qarşıma çıxmışdı, inanın. Amma məni görüb qaçdı. Kaş ki görməydi. Görməsəydi, onu da videoya çəkərdim. Göyərçimiz deyəsən yuxarıdadır. Baxın. Hə. Göyərçimiz qaçdı getdi ora. Mən əslində videodan sonra ona yaxınlaşmağı düşünürdüm ki, görüm dərdi nədir. Əgər xəstə idisə, götürüb evə aparacaqdım. Bəlkə də kömək edəcəkdim. Bəlkə də yox, konkret kömək edəcəkdim. Çox maraqlıdır dostlar. Biraz suda əllərimizi yuyaq daha doğrusu. Çox gözəl dostlar. Həqiqətən də çox gözəldir. Yəni yaxşı ki gəldim bura. İnanın, keçən dəfəki göl videomdan sonra bura gəlmək istəyirdim və nəhayət ki gəldim. Və də çox, necə deyim sizlərə, sevindim ki bura gəldim. Videomuza devam edirik hələ ki. İnanın video bitirmək istəmirəm. Çünki o qədər gözəl atmosferi var ki burada. Atmosfer çox gözəldir. Çayın digər hissələrindən su getmir. Çünki artıq çay zəifləyib. Amma yenə də maraqlıdır. Nəysə dostlarım. Videomuzu bitirmək istəməsəm də bitirməliyəm. Çünki bu qədər çəkməliydim. Əgər videomuzu bəyəndiyseniz də like atmağı unutmayın. Yorum yazmağı da unutmayın. Və düşüncələrinizi yaxşı yazsanız çox sevinərəm. Abunə deyilsənizsə abunə olun kanalımıza. Hər nəysə. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək üzrə. Hələlik.